Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Mən Coğrafiya müəlliməsi Nurayn Namazova. Bugün sizlərə 4 İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanında 2024-cü il tarixində 2-ci ixtisas qrupu üzrə 1-ci qəbul, yəni 26 may 2024-cü il tarixində keçirdiyi test suallarının izahından qarşınızdayam. Sizə bu sualları izah edəcəm. Çox diqqətli olarsınız. Oxşar sualda, buna uyğun mövzuda suallar qəbulda sizin qarşınıza çıxa bilər. Demək, bugün izah edəcəm sizə 2024-cü ildə qəbula düşmüş, yəni 26.05.2000 demək qeyd edirik ki, 24-cü ildə A variantı qrup belə deyək, sualların izahı. Birinci sualdan başlayıram. 31-ci sualda deyir ki, A məntəqəsi 30 şərq uzunluğunda yerləşir. A 30 şərqdə yerləşir. Bu məntəqə ilə Günəşin ildə bir dəfə zenitdə olduğu enlik arasındakı ən qısa məsafə nə qədərdir? 4773 kilometrdir. A-nın bu enlikdən cənubda yerləşdiyini nəzərə alaraq bu məntəqə üçün doğru olan xüsusiyyətləri müəyyən edin. Biz bilirik ki, Günəş ildə bir dəfə 23.5-də zenitdə olur, düzdürmü? Demək, 4775-i ilk olaraq böləcəm 111-ə, çünki eyni meridian üzrə hərəkət edir. Bu dərəcə 43 dərəcə. Düzdürmü? Demək, 43 dərəcə edəcəksə, sonra gəlirik nəyə? Və bizə deyir ki, burada bu məntəqə ilə Günəşin ildə bir dəfə zenitdə olduğu enlik arasındakı ən qısa məsafə. Yəni 43-dən 23.5 çıxsam nəyə taparam? Demək, 43 çıxıram 23.5. Onda eləyir nə qədər? 19.5, düzdürmü? 19.5. Deməli, onda A məntəqəsi harda yerləşir? Demək, yerləşir harda? 19.5 cənub enliyində yerləşir. 30 şərq uzunluğu 19.5 cənub enliyində. Bu necə cənub olduğunu bilir. Bizə deyir ki, bu enlikdən cənubda yerləşir. Gənclər, əgər bu cənubun, belə deyim, 23.5 olsaydı, onda bu onun şimalında qalardı 19.5. Amma deyir ki, A 19.5-dən cənubda. Bu nədir? Qalır nə? Cənub tropiki deyil, şimal tropikindən kənarda yerləşir, cənubunda yerləşir. Deyir ki, burada dünyanın ən isti materikinin şərq istiqamətinin axan su hücrəsinə uyğun gəlir. Birinci xüsusiyyət. Burada, bəli. Bu Afrikadır, ən isti materik. Şərq istiqamətində Hind okeanı tökülən çayın hövzəsində yerləşir, belə deyək. Ona görə 1-i götürəcəm. Çünki söhbət cənubda gəlir, Afrikada. 22 dekabr tarixində deyir, Günəşin zenit vəziyyəti müşahidə olunmur, deyir. 22 dekabrda Günəş zenitdə olmur. Doğrudan da düz deyir də. 22 dekabrda Günəş harda olur? 23.5 cənubda olur. Yəni burada olmur. Bunu da götürəcəm. Deyir, coğrafi koordinatı 23 şimal enliyi 30 şərqdir. Biz tapdıq ki, A məntəqəsi 19.5 ilə 30 şərqdir. Yəni 23.5 şimal enliyi deyil. 3 səhvdir. 3-ləri çıxacağam. Bir də cavab çıxıb əslində. Davam edək. London şəhəri yerli vaxt fərqi 2 saatdır. London 0-dadır. 30-dan çıxıram 0 eləyir 30 dərəcə. Və bilirəm ki, 1 saatım da 15 dərəcədirsə, 30-u 15-ə böləndə qalır nə qədər? 2 saat. Doğrudan da düz demək 1, 2, 4 doğru cavabdır. Doğru cavab C-dir. Digərinə də baxaq. Deyir, qütb ulduzu müşahidə olunur. Biz deyirik ki, qütb ulduzu harda görünür? Ancaq şimalda görünür, düzdürmü? Ekvatorda ən aşağı görünür. Maksimal şimal qütbünə, yəni 90-da görünür. Demək, bu da səhvdir. Şimal mülayim iqlim qurşağının cənub sərhədində yerləşir. Şimal mülayimin cənub sərhədi 23.5 şimal enliyidir. Bu isə 19.5 cənub enliyidir. Demək, bu da səhvdir. Cavab oldu nə? 1, 2, 4 C variantı. Maraqlı sual idi. Sadəcə verilən kilometr 111 dərəcə tapıram. Sonra onu tropik xəttindən çıxanda cavabı nə edirəm? Alıram. Həmişə diqqətli olun. Belə suallar qəbulda qarşınıza çıxır. Yəni, yerin günəş ətrafında hərəkəti ilə bağlı sual çox vaxt belə nəzərə düşür. Demək belə, davam edəcəyik ikinci sualına. Deyir, sxemi tamamlayın. Baxaq görək sxemdə nə verilib. Deyir ki, Çin, ABŞ, Rusiya, car və ikinci ölkəni seçməliyik və bir bənövşə rəngdə olub, bənövşə yaxud da rozvi rəngdə olan yerə isə 1 ərum rəqəminə nəyə qoymalıyıq? Hansı faydalı qazıntı hasil olunur? Və iməndə bu sualdan ya da bunun oxşarı demək sizin test bankınızda demin var. Burada əsasən baxırıq nəyə? Çindir, ABŞ-dır, Rusiyadır, cardırsa bunlar belə deyək, nə olmaz? Mis olmaz. Mis çünki məsələn olsa da Niderlandda mis yoxdur ona görə. Orada bunu təhlil edim. Sonra
Məsələn, deyirik ki, qızıl və bokisdə görə Danimarka ilə Belarus da ola bilməz. Boksdə görə Belarus da deyil. Yəni götürsək. Burada məsələn variantda da uyğunlaşdıra bilərsiniz ki, məsələn, faydalı qanun bu ölkədə var ya yox. Daha sonra Çin, ABŞ və Rusiyadan fərqli olaraq deyirik ki, cari neft və qaz hasilatçısı deyil. Yəni məsələn biz əgər burada nefti, qaz götürürəmsə, məsələn burada Liviyanın, amma carda neft, qaz yoxdur. Ona görə bu da olmaz. Sonra qızıl da deyirik ki, Danimarkada deyil. Danimarka, yəni qızıl yoxdur. O da çıxır. Cavab qalır nə? Daş, kömür, Avstraliya. Demək Çində, ABŞ-da, carda, Rusiyada və Avstraliyada nə var? İri daş, kömür yataqları var. Yadınızda saxlayın. 32-ci sualda nə cavab? B variantı. Daha sonra gəlirik nəyə? 33-cü sualla davam edir. Deyir, doğru olmayanları müəyyən edin. Demək, müəyyən eləyək. Demək, bizdə deyir ki, bir yüksək inkişaf etmiş regionlar elm tutumlu sahələr üstünü təşkil edir. İtaliyanın şimalı, Afrin cənubu, yəni Almaniya Federal Respublikasının cənubu. Bu düzdür. Bununla işim yoxdur. Mənə doğru olmayan deyir. 2 deyir, tənəzzülə uğramış. Sənaye rayonları ənənəvi sahələr üstünü təşkil edir. Qazaxıstanın şimalı və Rusiyanın Sibir rayonu, deyilmi? Burada Rusiyanın Sibir regionu tənəzzülə uğramış köhnə sənaye kimi göstərilir. Amma bu səhvdir. Niyə? Çünki bu region gənclər Rusiyada yeni mənimsənilmiş regiondur, Sibir regionu. O necə köhnə olsun? Ona görə demək 2-ni götürəcəm. 3-də deyir aqrar rayon, aqrar kənd təsərrüfatıdır. Düz kənd inkişaf edir və İspaniyanın mərkəzi, Fransanın qərbi. Bu da düzdür. Bununla da işim yoxdur. 4-də mənə deyir ki, yeni mənimsənilmiş rayonlar ekstremal şəraitə malikdir. Rusiyada Ural və Volqaboy, Qrenlandiyanın cənubu. Burada Rusiyanın Ural və Volqaboy regionları yeni mənimsənilən regionlar deyil. Yeni mənimsənilən şərqi, deməklə Sibir regionu, yadda saxlayın. Bu Ural və Volqaboyu bizdə daha əvvəl mənimsənilmiş sənaye, yəni tənəzzülə uğramış rayondur. Demək bu 4 də səhvdir. Məndən səhv soruşuna görə 2, 4 harda var? E variantı. Demək, doğru cavab olur nə? E variantı. Bu sualı təhlil etdiyimizə görə keçirik 34-cü sual nizam. Deyir, uyğunluğu müəyyən edin. Türk dövləti, Tataristan, Türkmənistan, Qazaxıstan, çaylar Irtış, Qızılırmaq, Volqa, Amudərya, Ural. Demək, burada Volqa, demək Tataristanın, Amudərya Türkmənistanın, Irtış və Ural çayları Qazaxıstan ərazisinə axır. Qızılırmaq isə Türkiyənin Qara dənizə tökülən çaydır. Onda Tataristan olacaq nə? Volqa. 1-ə C. Bir dəqiqə yazaq. 1-ə C. Demək 1 C. Daha sonra 2, mən də dedim Türkmənistan. Türkmənistan dedik hansılardır? Demək dedik ki, nə? Amudərya bayaq dedik. 2 olur, Amudərya D-də var. Sonra dedik ki, Qızılırmaq da Türkiyənin Qara dənizə tökülən çaydır. Onda yəni Qızılırmaq nə olmayacaq? Heç birinə aid olmayacaq. Yəni bunu görə deyirəm. Və Qazaxıstan da tökülən Irtışla, demək nə? Ural. A, E. 1-ə C, 2-yə D, 3-ə D. Doğru cavab olacaq D variantı. Məsələn, beləri çıxsaydı, 3 variant gedirdi. 2 variant arasında qalardınız. Və bilirsiniz ki, Volqada Türkmənistanda deyil. Onu da çıxsaz yenə cavab D. Doğru cavabı yəni tapmış olardınız. Bu sualda həll etdiyimizə görə keçirik Dimin də sevdiyi və qəbula da həll düşən iqlim mövzusuna. Azərbaycan iqliminə xüsusi diqqət yetirin ki, qəbula düşəndə yaza bilərsiniz. Qışı deyirik ki, nə? Qışı mülayim keçən yarımsəhər və quru çöl, Kür ərazidadır, Samur dəvəçidədir. Yay quraq keçən mülayim isti iqlim əsasən deyirik ki, Lənkərandadır, Böyük və Kiçik Qafqazın cənub-şərqindədir. Qışı soyuq keçən yarımsəhər və quru çöl Naxçıvandadır. Gənclər, Naxçıvan düzənliyi yadda saxlayın. Qışı quraq keçən mülayim isti iqlim isə Qanıq Ərikçay zonasındadır əsas. Kiçik Qafqazda var. Demək, qışı mülayim keçən yarımsəhər və quru çöl Kür ərazidir. Kür ərazidə quru subtropik meyvəsidir gənclər. Onda 1-ə C qoyacağıq. Daha sonra yay quraq keçən mülayim isti iqlim Lənkəran. Lənkəran sitrusdur. Deyirik ki, məsələn, limondur, çay və s. Qışı soyuq keçən yarımsəhər və quru çöl Naxçıvandır. Naxçıvanda deyirik hansıdır? Çəyirdəkli meyvəsi. 3 olacaq B. Qışı quraq keçən mülayim isti iqlimdə Qanıq Ərikçay, yəni Zaqatala, sonra da olacaq nə? Qərzəli. Yəni çəyirdəkli meyvə deyirik ki, ərik, şaftalıdır. Qərzəli isə məsələn fındıqdır, qozdur bunlar. Demək 4-də də olacaq nə? D. Demək bu şəkildə C, A, B, D. C, A, B, D. Doğru cavab C variantı.
Bu sualı da həllədiyimizə görə keçirik 36-cı sualın izahına. Asiyanın Sakit Okean sahillərindədir ki, yerləşən demək nə? Böyük şəhərlər. Baxaq görək burada böyük şəhərlər hansılardır? Demək burada olacaq Şanxay. Çünki Yaponiya, Çin bu ərazilərə götürmək. Şanxay olar. Düzdürmü? Çünki niyə? Burada məsələn Kəratidir, Kəlkütədir. Baxın Kəratidir, Kəlkütədir. Kərati, Kəlkütə. Sonra Mumbai var. Bunlar Hind okeanında yerləşir. Ona görə A, B, C səhvdir. Tehran materik daxildə yerləşir. Yəni sahildə deyil deyə səhvdir. Onda bizdə qalır nə? E variantı. Şanxay, Tokyo, Jakarta, Osaka. Gəlin hara yerləşdiyini deyim, sizə rahat olsun. Demək deyirik ki, Tokyo ilə Osaka Yaponiyadadır. Şanxay Çindədir. Jakarta İndoneziyadır. Yadınızda saxlayın. Demək doğru cavab oldu nə? 36-da E variantı. Daha sonra gəldik 37-yə. Bu demək Xəzər dənizi 3 hissəyə ayrılıb gördüyünüz kimi. 1, 2, 3 ona uyğun xüsusiyyətləri deyəcək. Yəni Xəzər dənizinin hissələrinə uyğun olan xüsusiyyətlərini müəyyən edirik. Demək birinci hissəyə aiddir nə? Deyir ki, suyun orta duzu ən aşağı. Çünki bir daha şimaldadır deyə orta duzu az. Bir olacaq A. Bir də ki deyir ki, nə? Bu hissədə demək deyir bu hissə yalnız iki ölkəni yürür. Yəni Rusiya ilə, bax bu hissə Rusiyadır, bu hissə isə Qazaxıstan. Düzdür. Demək 1-ə A, E olacaq. Daha sonra və yaxud da bunu sizə daha ətraflı demək üçün məsələn hansı enlikləri gəlin onu da sizə deyim ki, birdən yadınızdan çıxar. Demək 44 şimal enliyindən 44 şimaldan yuxarıda olan şimal hissədir. Məsələn, 40 ilə 44 şimal enliyi olan orta hissəni əhatə, yəni mərkəz hissəni əhatə edir. Demək, deyirik ki, daha çox məsəl üçün 40-dan cənubda qalan, 44-dən cənubda qalan hissələr isə 40 və 44 cənubda qalan olur nə? Cənub hissə. Ümumiyyətlə şimal hissəsinə Volqa və Ural çayları tökülür. Ona görə biri aya gedir. Yəni duzluğu azdır. Həmçinin də dedik bayaq ki, Rusiyanın nəyə aiddir? Qazaxstana aid. Mərkəzində Dərbənd çökəkliyi yerləşir. Yadınızda saxlayın. Bax Rusiyadan keçən Dərbənd çökəkliyi yerləşir. Dərbənd çökəkliyi 2-dən 2-yə C qoyacağam. Daha sonra cənub hissəsində isə temperatur yüksək olmasına görə buxarlanma deyirik ki, nədir? Və deyir ki, orta duzluq daha yüksəkdir. Buxarlanma da orta duzluq nədir? Daha çox. Demək 3-ə qoyacağam nə? D-ni qoyacağam. Və ən dərin çökəklik yadınızda saxlayın. Lənkəran çökəkliyidir. 1025 metr. O isə Xəzərin hansına düşür? Cənub hissəsinə düşür. Ona cənuba da qoyacağam nəyi? Demək olacaq cənub hissəyə də nə? Onda B, D. Aha. Demək 1A, E, 2C, 3-də mən D yazmışam. B-də nə fərqi var? B. Doğru cavab oldu nə? D variantı. İzaha diqqətlə qulaq asın ki, buna oxşar suallar qəbulda qarşınıza çıxanda onları rahatlıqla demək nə edə bilərsiniz? Yaza bilərsiniz. Bunu da həll etdiyimizə görə keçirik 38-ci sual. Deyir ekvatorial enliklərdə alçaq təzyiq qurşağının yaranmasının başlıca səbəbi. Bax yadınızda saxlayın. Deyirik ki, alçaq təzyiq var, yüksək təzyiq var. A, T, G, H alçaq təzyiq qalxan hava, Y, T, E, H yüksək təzyiq enən hava. Alçaq təzyiq qalxan hava ekvator və mülayim enliklərdədir. Yüksək təzyiq enən hava isə tropik və qütblərdədir. Alçaq təzyiq və qalxan havanın xüsusiyyəti bol yağıntı verir, ərazi rütubətli olur, səpələnən radiasiyanın miqdarı çox olur. Yüksək təzyiq enən havanın xüsusiyyəti isə deyirik ki, buxarlanma qabiliyyəti intensivdir, ərazidə düz radiasiyanın payı daha çoxdur, daha sonra qeyd edirik ki, ərazi daha quraqdır. Belə deyir ki, ekvatorial enlikdə alçaq təzyiq qurşağının daha təzyiq yaranmasının başlıca səbəbi. Okeanların geniş sahə tutması intensiv buxarlanma deyil, okean cərəyanı deyil. Enən hava deyir ki, ekvatorda olmaz, tropik qütbdə olmaz. Daha çox yağın düşməsi və qərb küləyin üstünlüyü bu da olmaz. Elə deyir ki, il ərzində yer səthindən qalxan hava axınları. Bəli, il ərzində yer səthindən qalxan hava axınlarının nəticəsində nə yaranır? Alçaq təzyiq sahəsi yaranır. Demək 38-də oldu nə? E variantı. Demək, indi gəldik nəyə? 39-cu sualın izahına. Deyir, doğru sıraları müəyyən edin. Bilirsiniz ki, 2026-dakı sınav imtahanında DİM-də bununla bağlı sual düşmüşdü. İqlimə çox xüsusi fikir verin ki, qəbulda iqlim suallarını rahatlıqla yaza biləsiniz. Demək, deyir ki,
Çayın mənsəbi, bir də mənsəbinin yerləşdiyi yarım. Arpa çay Naxçıvandadır. Şəhər Ordubad düzlüyünə düşür. Fiziki coğrafi rayon olaraq və düzəndədir. Biz bilirik ki, yayda yağıb yay qura keçən soyuq. Bu səhvdir. Düzdür, yay qura keçən soyuq Naxçıvanın, amma Naxçıvanın alçaq dalından yüksək dalına qədər olan ərazidir. Şəhər Ordubad düzənliyində qışı soyuq keçən yarımsəhra və quru çöl iqlimi hakimdir. Ona görə bir səhvdir. Məndən doğru söylədi. Demək, bir rəy atacağam. Sonra deyir Astaraçay, Lənkəran, düzdürmü? Yağıntıları bərabər paylanan mülayim isti iqlimdir. Biz bilirik ki, Astaraçayın mənsəbi yayı qura keçən mülayim isti iqlim olmalıdır. Çünki yağıntıları bərabər paylanan mülayim isti iqlim Talış dağlarını əhatə edir. Lənkəran isə düzən hissədədir və mənsəbi Xəzər dənizi tökülən. Demək, 2 də səhvdir. 2-lər də çıxıram. 3 Vəlvələ Böyük Qafqazın şimal şərqidir. Samur dəvəçi ərazisidir və qışı mülayim keçən yarımsəhra və quru çöl. Bunu götürəcəm. 3 düzdür. 4 deyir Katyak çay, Qanıq əyri çay, qışı qura keçən mülayim isti iqlim. Bu da düzdür. Qışı qura keçən mülayim isti iqlimdir Qanıq çay. 5-də deyir ki, Türyan çay, qışı mülayim keçən yarımsəhra və quru çöl. Bu da düzdür. Yəni Türyan çay mənsəbi kötüklü yarımsəhradır. Yəni qışı mülayim keçən yarımsəhra və quru çöl. Bu da düzdür. Demək 3, 4, 5 mənim doğru cavabım D variantı. İndi gəlin görə 6 nəyə səhv imiş. 6-da deyir ki, Zəyəmçay, belə deyim, Gəncə fiziki coğrafi rayonu və yayı quraq keçən mülayim isti iqlimdir. Biz bilirik ki, Zəyəmçay Gəncədə deyil, gənclər. Qazax Qarabağa düşür. Fiziki coğrafi rayonu Qazax Qarabağ. Doğru cavab nə olmalıdır? Qazax Qarabağ olmalıydı ki, düz olsun. İqlimi nədir onun? Qışı mülayim keçən yarım səhra və quru çöl. Yaxşı. Qazax Qarabağın iqlimi qışı mülayim keçən yarım səhra və quru çöldür. Ona görə cavab olacaqsa 3, 4, 5, yəni doğru cavab 39-da D variantı. 39 da bildiyimizə görə keçirik 40-cı sual izahıyla davam eləməyə. Demək, bizdə 40-cı sualda nə istəyir? Baxaq, görək. Bir dəqiqə, ekranı təmizləyək. Çalışın, hər dediyim sual izahından xüsusi qeydlər götürün, suallarda xüsusi fikir verin. Demək, 40-cı sualda deyir ki, bu Ərəbistan yarımadasıdır və deyir xəritə sxemə əsasən demək, doğruları müəyyən. Birinci biz ölkələrin yerlərini bilək. 1 demək haradır? Gənclər, İraqdır. 1 İraq. 2 bizdə olur Küveyt. 2 Küveytdir. Daha sonra 3 Səudiyyə Ərəbistandır. Səudiyyə Ərəbistan. Daha sonra 4 bizdə olur Qətər. 5 demək olur bizdə bəy, yəni Birləşmiş Ərəb Əmirliyi, 4 oldu Qətər, 6 isə olur nə? Oman. İndi bunlarla bağlı xüsusiyyətləri biz sadalayacaq. Deyir ki, 1 və 3 OPEC təşkilatının üzvüdür. 1 İraq idi, 3 Səudiyyə Ərəbistanı idi. Demək 4 haraydı? Qətər idi. Bəli, daha doğrusu 1-3 deyir, üzr istəyirəm. 1 demək İraq, 3 dənə Səudiyyə Ərəbistan. Hər ikisi OPEC-in üzvüdür. OPEC nədir? Neft birliyi ölkələri, neft ixrac edən ölkələr birliyi. Sonra deyir ki, 2 və 4 doğumun azaldılması istiqamətində demoqrafi siyasət yapar. 2 nə idi? Küveyt idi. 4 haraydı? Qətər idi. Demək, deyirik ki, Küveyt və Qətərdə doğumun azaldılmasına bağlı belə deyək, siyasət aparmır. Bu yanlış fikirdir. 2-ləri çıxacam variantda. 2-lər verilibsə çıxacam onları. 3-ə baxıram. 3, 6 deyir ki, günəş zenitdə olur. Düzdür? 3 hansı ölkə oldu? Səudiyyə Ərəbistan, 6 oldu nə? Demək, Oman. Burada mənə deyir ki, nədir? Günəş zenitdə olur. Bəli, tropika düşdüyü üçün zenitdə olur. Bunu da götürüm. Demək, 1, 3 doğrudur. Onda bu səhvdir. C ilə D qalır. Sonra 4-də deyir ki, 3, 5 mütləq monarx ölkədir. 3 nə idi? Səudiyyə Ərəbistan idi. 5 haraydı gənclər? 5 isə bizdə oldu. Demək, bəli, yəni Birləşmiş Ərəb Əmirliyi. Səudiyyə Ərəbistan və Birləşmiş Ərəb Əmirliyi monarxiya ölkələrdir. Yəni mütləq monarx ölkələr. Bu da doğru cavab. Demək, cavab 1, 3, 4 olur. Yəni D variantı. 5 baxaq nədir? 1, 4 iri kapital ixracatçılardır deyir. 1 İraqdır. Dedik ki, 5 haradır? 5 isə Birləşmiş Ərəb Əmirliyidir. İraq zəifdir gənclər ixracatda. O iri kapital ixracatçısı deyil. Ona görə səhvdir. 6-da nə səhv? Deyir ki, 2-6 əhalinin əksəriyyəti Hind-Avropa dil ailəsinə mənsubdur. 2 Küveyt idi. 6 da demək Oman idi. Bunlar Hind-Avropa dil ailəsinə aid deyil. Yadınızda saxlayın. Deyirik ki, hansı? Afro-Asiyaya aiddir. Afro-Asiya.
Ona görə A alt da səhv olur. Cavab qalır nə? 40-cı sualda D variantı. Doğru sual oldu nə? D variantı 40-cı sualda. Bu sualda həll etdiyimizə görə keçirik növbəti 41-ci sualın izahıyla davam eləməyə. Bir dəqiqə. Aha, demək 41-ci sualda bizdən nə istəyir dostlar? Bizdə 41-ci sualda deyir ki, uzunluğu deyir təyyarə Bakı ilə eyni yerdə yerləşən və onunla 180 dərəcəli uzunluq fərqinə malik olan məntəqədən yola çıxdı. O əvvəlcə 0 dərəcə acımından, sonra isə 180 dərəcə acımdan eyni meydan çevrəsi üzrə cəmi 11100 km məsafə qət etdi. Təyyarənin sıcağı məntəqənin coğrafi koordinatlarını müəyyən edib yazın. İlk öncə şimal və cənuba getdiyini bildiyimə görə 11100-ü ilk olaraq bölürəm 111-ə. Biz koordinat dərsini izah eləmişəm. Keçib videoya baxa bilərsiniz. Orada deyirik ki, şimal və cənuba gedirsə, demək meridian istiqamətini gedir. Onda 11100-ü bölürəm 100-ə. Eləyir nə qədər? 100-ə yox, daha doğrusu 111-ə bölürəm. Çünki 1 dərəcə 111 daxil. Eləyir 100 dərəcə. Demək, oxşu mən 100 dərəcə getməliyim. Sonra mənə deyir ki, təyyarə Bakı ilə eyni enlikdə yerləşən, Bakı 40-dadır, düzdür? Eyni enlikdə yerləşən və onun 180 dərəcə uzunluq fərqi. Demək, bu hansı məntəqə olur? 150 qərb olur ki, 150 qərbin 50 şərqin cəmi 180 versin. Demək, 40 şimal eni, 130 qərb. Bu təyyarənin çıxdığı, yola çıxdığı məntəqədir. Biz bilirik ki, dostlar, bizdə maks 90-a gedə bilər, düzdürmü? Enlik. Deyir ki, o əvvəlcə 0 acımından, sonra 180 dərəcə acımdan eyni meydan çevrəsi bu qədər gedir. Demək, 40-dan 90-a nə qədər gedəcək? Maks nə qədər gedə bilər 40-dan 90-a? 50 dərəcə. 50 getdim, düzdürmü? Qaldı necə? 100-dən çıxdım 50. 100 çıx 50 edir 50. Hələ 50 də getməli. Bax, indi nə edəcəm? İndi yenə gedirəm. Amma 91 enliyim yoxdur. Axı 90 mənim limitimdir. Demək, onda nə edirəm? Onda mən kürənin o tərəfinə keçirəm. Biz deyirik ki, kürənin o tərəf bu tərəfinə keçəndə enlik yenə olur şimal. Amma uzunluq əksinə dəyişir. Yəni, burada əgər 130 qərbdirsə, kürənin o tərəfinə keçəndə olur nə? 50 şərq. Yəni, kürənin bu tərəfində olan uzunluqla o bir tərəfində olan uzunluğun cəmi 180-ə bərabər olmalıdır. Meridian uzunluğu. Yazda saxlayın. Deyəm, bura 130 qərbsə, bu olacaq nə avtomatik? 150 olacaq 50 şərq uzunluğu. Enlik neçə olacaq? 90-dayam. Kürənin tərəfinə keçirəm. Dərəcə getməliyim 50. 90-dan da 50 çıxanda neçə qalır? 40 şimal enliyi. Demək, gəlib harada dayanacaqmış? 40 şimal enliyində, 50 də şərq uzunluğu Bakının məntəqəsində. Bax, yadda salın, kürənin o tərəf bu tərəfinə keçəndə sizdə yenə şimal yarımkürəsi olur. Amma və ya da cəmsiz cənub yarımkürəsi. Amma uzunluq əksinə dəyişir. Yəni burada 130 qərbdirsə, kürənin o tərəfində olur nə? Məsələn 50 şərq. Burada da olacaq nə? Demək 40 şimal enliyi 50 şərq uzunluğu. Doğru cavab olur 41-ci sualda A variantı. İzah yəqin sizə aydın oldu. Heç nəsə qaranlıq qalanda rəy bölməsinə yaza bilərsiniz. Çalışın bu sualları izaha baxandan sonra özünüz də təkrar işləyin ki, yadınızda daha yaxşı qalsın. Evet, davam edirik 42-ci sualın izahına. Demək, 42-ci sualda deyir ki, xəritə sxemində rəqəmlərlə verilən ölçülərə aid düzgün əlamətləri müəyyən edin deyir. Aha, demək, biz də müəyyən edək. Birinci ölçüləri bilək ki, hansı ölçülərdir? 1 Kanadadır, dostlar. 1 Kanada. Sonra 2 bizdə olur hansı ölçü? İran. 3 olur bizdə Avstraliya. 4 olur bizdə Misir. Sonra 5 olur hara? Rusiyadır. 6 olur nə? Argentina. İndi buna uyğun tapaq. Bir də deyir ki, 3, 4 həm filiz, həm də qeyri-filiz ehtiyatı. 3 haraydı? Avstraliyaydı. 4 haraydı? Dedik, Misirdir, düzdürmü? Avstraliyada belə deyək, həm filizi var, həm də qeyri-filizi. Amma Misirdə filiz yoxdur. Misirdə sadəcə qeyri-filizlər var. Düzdürmü? Çəki mənşəsi. Ona görə 1 səhv. 1-ləri atacağım. 1 getdi. 2, 1, 5 neft ixracının ölçüləri. 1 haraydı? Dedi ki, 1 Kanadadır, 5 də Rusiyadır. Həm deyir ki, Kanada, həm də Rusiya neft ixracının nədir? Ölkələrdir. Bu doğru cavab. Yazın. Kanada və deyirik ki, Rusiyada neft ixrac edirlər. 2 düzdür. 2 olmayanları atacağım. C də getdi. Sonra 2-3 aid iqlim şəraitinə malik ərazilər üstünü təşkil edir. Demək, bizdə nədir? 2 haraydı? İran idi. 3 haraydı? Avstraliya. Həm İran, həm də Avstraliya aid iqlim var. Bu da düzdür. Demək, 3-ü də götürəcəm. 2, 3 doğru gəlir. Hələ ki, cavab davam eləyək. 4-də deyir ki, 4, 6 suburbanizm prosesi intensiv gedir. 4 Misri idi, 6 isə Argentina idi, düzdürmü? Argentina və Misirdə suburbanizasiya deyil, gənclər. Yalan urbanizasiya səviyyədə yada saxlayın. Yəni suburbanizasiya deyil.
Olsaydı ki yalançı bacısı, onda onu götürərdik. Demək 4 də səhvdir, getdi. 5-də nə deyir? Deyir ki, 5, 6, 3 yarımkürədə yerləşir. 5 və 6. 5 yerləşə bilər Rusiya. Amma 6 agentlə yerləşmir. 3 yarımkürə yerləşməsi üçün ya ekvator xətti kəsməli idi onu, ya da ki, Qrinviç meridianı kəsməli idi. Ona görə doğru deyil. Bu da səhv. 6-da nə düzdür? Deyir, 1-3 əhalinin yaş tərtibinə görə aşağı yaş qrupunun payı az. 1 Kanadadır, üst Avstraliya. Burada da hər ikisi inkişaf etmiş ölkə olduqlarına görə orada aşağı yaş, yəni uşaqların sayı daha azdır. Orta və böyük yaşların sayı daha çoxdur. Onun cavabı nə olur? 2, 3, 6. Doğru cavab oldu nə? E variantı. 42-ci sualda həll elədiyimizə görə keçirik 43-cü sualın izahıyla davam eləməyə. Demək deyir ki, doğru fikirləri müəyyən edin. Demək, Zəfər zirvəsinin yerləşdiyi inzibati rayon xarici həmsərhəd. Yadda saxlayın, Zəfər zirvəsi yerləşir harda? Qusar rayonunda və Rusiyanın sərhədi. Bir düz. 2. Avrasiya prosesi iqlim şəraitindən daha çox asılıdır bizdə deyir. Avrasiya dalğanın gördüyü işdir. Dalğanın olması sahil ərazi olmalıdır. Yəni dəniz sahili. Bu aid deyil. 2-ləri atacağım. Daha sonra proluvial düzənliklər müvəqqəti axınların gətirdiyi çöküntülər nəticəsində yaranır. Proluvial düzənliklər müvəqqəti axınların gətirdiyi çöküntülərdən yaranır və bedlentlər isə arid dilində də arid dendrosen relyef formalarına aid olur. Yəni 3-də düzdür. Bir də bedlent arid dendrosen relyef forması 6-da düzdür. Demək cavab 1, 3, 6 olacaq. 4 ilə 5-in nə hissəsi? Gəlin ona baxaq. Demək, Mil, Muğan və Salyan düzü gətirmə konusu geniş yayılıb. Yadda saxlayın. Muğan düzü Xəzərin sahilində yerləşmir. Mil, Muğan və Salyan düzlərində gətirmə konusları demək olar ki, yayılıb. Yəni, Muğan düzü Xəzərin sahilində deyildi 5 səhvdir. 4-də də Mil, Muğan və Salyan düzləri yəni gətirmə konusuna malik deyil. Gətirmə konusu Qanıq Əyri çaydaydı əsas, yəni çay çöküntüdən gətirdi. Bir də deyirik ki, Gəncə Qazax düzünə daha çox yayılıb. Burada da cavab oldu nə? 1, 3, 6, 43-də. Doğru cavab oldu B variantı. 44-də baxaq. Deyir, doğru sıraları müəyyən. Musson meşəsi Çindən Yaponiyadadır və çəltiyə əkilir. Bu düzdür. Səhra və yarımsər Car, Nambiya. Düzdür, qoyunçuluq. Bax, çox tələbə bunu qarışdırır. Səhra və yarımsərdə qoyunçuluq var. Bu da düz cavab. Demək, 1, 2 doğrudur C variantı. Savanna, Suriya, Surinam. Deyir ki, nə? Pambıqçılıq. Yadda saxlayın, pambıqçılığın imkanları mövcuddur, amma Surinamda xüsusilə, yəni Suriyada savanna yerləşən ölkə aiddir. Məsələn, Surinam yenə uyğundur, amma Suriya axı savanna deyil, ona görə səhvdir. Ekvatorial meşədə deyir Kenya, Kongo, zeytunçuluq. Zeytun Aralıq dənizində inkişaf edir, yadda saxlayın. Həmçinin də Kenya bizdə təbii zon olaraq ekvatorial meşədə deyil Kenya. Düşür hara? Savanna və seyran meşə. Ona görə bu cavab da səhvdir. Cavab olur nə? 1, 2, C variantı. Keçdik 45-ci suala. Demək, burada baxırıq nəyə? Adalar verilir və onlara uyğun xüsusiyyətləri sıralayacaq. Demək, birinci ərazidə yerləşən bizdə olacaq nə? Yeni Qvineya. Yadınızda saxlayın. Yeni Qvineya. İkinci Oxot dənizinin yanında olacaq Saxalin adası. 2 Saxalin. Adalar yenə xüsusi fikir vermək lazımdır. 3 olacaq bizdə nə? Böyük Britaniya. İndi buna uyğunlaşdıra bilərik. Demək, Yeni Qvineya adasının sahillərini 2 okean yürür. Yadınızda saxlayın. Çünki Yeni Qvineyanı bir Hind yürür, bir də sakit. Demək, onda 1-ə nə qoyacağım? 1, 2, 3 uyğunlaşdırsam. Sahillərin 2 okean demək 1-ə E olacaq. Daha sonra deyir ki, Saxalin adası dünyanın ən böyük ölkəsi olan Rusiyaya məxsusdur. Və bu ada ölkənin materik hissəsindən Tatar boğazı vasitəsilə ayrılır. Yada saxlayın. Saxalin Rusiyaya məxsusdur və Tatar boğazı vasitəsilə ayrılır. Demək, onda 2-yə nə qoyacağım? B-ni 2-yə yerləşdirəcəm. Dünyanın sahəsinə görə ən böyük ölkəsinə aiddir. Bu da hansıdır? Saxalinə aiddir. Demək, C də 2-yə aid. Sonra deyir ki, demək, Böyük Britaniya aid xüsusiyyətlər. Böyük Britaniya adası mülayim dəniz iqlimində yayılmışdır. Ona görə qoyacağım 3-ə A. Bir də yadda saxlayın ki, La Manş boğazından Böyük Britaniyanı Fransa ilə birləşdirən sualtı tunel çəkilib. Bax, La Manş boğazı vasitəsi ilə sualtı tunel çəkilib. Hansı ölkələri? Böyük Britaniya Fransanı birləşdirmək üçün. Ona görə adanı materiklə birləşdirən sualtı tunel çəkilmişdir. Bu da dedə buna aid. Yəni 1-ə E, 2-yə B, C, 3-ə də olur nə? A, D. Doğru cavab olur nə? 45-də A variantı. 45-də təhlil etdiyimizə görə keçə bilərik hansı suala? 46-cı sualın təhlilindən davam etməyə. Demək, 46-cı sualda nə soruşur məndən? Deyir ki,
Tianşan dağı, Ant dağı. Tianşanı görən kimi ağlımıza nə gəlməlidir? Yenidən törəyən dağ, düzdürmü? Yenidən fəallaşmış dağ. Və onların necə dağ gedir? Qırışıq faiz. Demək, 2-ni görən kimi bu hissəyə yazacağam. Belə deyək, Ant dağı isə Tianşandan fərqli alt qırışığında yaranıb. Ona görə də yenidən törənmiş dağdan qırışıq faiz ilə Tianşana aid. 1-ə 2, 4 olacaq. Ona görə də A, B, C variantlar gedir. Sonra deyir ki, demək, iki işıqlanma qurşağında yerləşir. Alt qırışı. Çünki Ant dağı həm cənub tropikindən kəsişir. Ona görə 2-yə düşür. Cənub tropikindən kəsişir, həm tropik işıqlanmaya düşür, həm də mülayim. 2 işıqlanma qurşağı da 3 də bura aid olacaq. Həmçinin Kaynoza qırışının alt qırışı da yenə Anda aiddir də, ən cavan olan. Ortağı da ən hündür zirvəsi 6000-dən yüksəkdir, ortaqdır. Seysmik fəaldır, ortaqdır. Demək 1-ə 2, 4, 2-yə 5, 6, 2-yə daha doğrusu 1, 3. Baxın 1-ə 2, 4 yazdım. 2-yə 1, 3 yazdım. Ortası nə oldu? 5 ilə 6. Demək doğru cavab olacaq nə? E variantı. Bu da oldu bizdə nə? 46-cı sualın izahı. Aha. Demək 47-ci sual deyir ki, Gəncə Daşkəsən iqtisadi rayonunda əhalinin sayı 2021-ci ilin əvvəlində 611 min nəfər, əhalinin təbii artımı isə hər 1000 nəfərə 2 nəfər olmuşdur. İlin sonunda əhalinin sayının 612.500 nəfər olduğunu nəzərə alan mexaniki artımı hesablayın. Bilirsiniz ki, hər 1000 nəfərə düşən artım olur nə bizdə təbii artım. Mexaniki artım isə ölkəyə gələn və ölkədən gedənlər arasında olan artımdır. Deyir 2021-ci ilin əvvəlində 611 min nəfər oldu. Demək 611 min nəfərə yazacağam x. 1000 nəfərə yazacağam nə qədər? 2 nəfər atıb 2. Bunun sıfırla bunun sıfır gedir. X də bərabər olan nə qədər? 611 2-yə vuranda eləyər nə qədər? 1222 nəfər. Demək, nə edəcəm? İndi tapdım ki, nə qədər adam artıb birlər ərzində? 12200, demək 1222 nəfər. Və mənə deyir ki, ilin sonunda əhali 612.500 nəfər olub. Demək, onda mən nə edəcəm? 612.500-dən çıxmalıyam nəyi? 611 min. 611 min. 611 min. Bunlardan da bunu çıxanda 0, 0, 5, 1. Demək 1500, düzdürmü? Demək 1500 olub nə bizdə? Deyirik ki, ümumi, yəni təbii artım. 1500-dən də çıxıram nə qədəri? 1222-ni. Məndə qalır nə qədər? 278 nəfər adam. Demək, gənclər, necə elədik? Üstündən keçək. Demək, birinci 611 minə qoyduq x, minə qoyduq 2. Aldıq nə qədər? 1222 nəfər adam artıb birlər ərzində. Sonra ümumi nə qədər olub il sonunda? 612.500-dən çıxsın nə qədər? Birinci veriləni. Qaldı 1500. Demək, bir il ərzində 1500 adam artmalıydı. Bu 1500 adamın da 1222 nəfəri təbii artım idi. 1222 nəfər. Və onda ümumi əhalidən 1500-dən çıxsam 1222-ni qalar nə qədər? 278 nəfər. Demək, onda əhalinin mexaniki artımı olub nə qədər? 278 nəfər. Yəni doğru cavab 47-ci sualda olur nə? A variantı. Bu sualda təhlil edib bitirdiyimizə görə keçə bilərik 48-ci suala. Deyir ki, şərq-qərb nəqliyyat dəhlizinin yaradılmasında məqsəd, yəni şərq-qərb nəqliyyat dəhlizi nədir? Şərq-qərbin əsas məqsədi yadınızda saxlayın, əziz tələbələr. Avropa və Mərkəzi Asiya regionlarının ticarət əlaqələrində nəqliyyat xərclərini azaltmaqdan ibarət olub. Bu dəhlizdə Azərbaycanda yerləşdiyi üçün, demək, Avropa və Mərkəzi Asiya regionları arasında olan ticarət əlaqələrində olan, belə deyək, nələri? Nəqliyyat xərclərini azaltmaq üçün şərq-qərb nəqliyyat dəhlizi yaradır. Baxaq görə harda var elə bir cavab? Demək, Avropa ilə dedik nə? Mərkəzi Asiya regionlarının ticarət əlaqə nəqliyyat xərcini azaltmaq. Doğru cavab olur nə? C variantı. Burada cavab avtomobil yollarını birləşdirmək deyil, B heç uyğun variant deyil, D də deyil, E də deyil. Təkrar edirəm. Şərqlə qərb məqsədi odur ki, Avropa ilə Mərkəzi Asiya regionları arasında ticarət əlaqələrində nəqliyyat xərclərini azaltmaq. Biz də burada yerləşdiyimiz üçün bizə də təsir edir bu təbii olaraq. Sonra keçdik 49-cu sualdan davam edirik. Deyir ki, çay şəbəkəsinin sıxlığının yüksək olduğu ərazi haqqında hansı fikirləri söyləmək olmazdır? Çay şəbəkəsi sıxdırsa, yadda saxlayın. Demək, ərazi rütubətlidir.
Əgər çay şəbəkəsi desəydi ki, seyrəkdir, onda quraq olardı. Bu rütubət. Demək, rütubətli ərazi üçün uyğun olmayan fikirlərə baxacağıq. Yağıntılar fəsil üzrə bərabər paylanır. Bu düzdür. Yəni fəsillər üzrə bərabər paylandığı üçün rütubət var və burada yüksək çay şəbəkəsi. Demək, birlər olmaz. Birləri atıram. 2 rütubətli əmsalının qiyməti azdır. Əksinə, rütubətli əmsalı çoxdur ki, burada çay şəbəkəsi sıxdır. Demək, 2 səhv 2-ni götürəcəm. 2. Yağıntıların miqdarı buxarlanmadan az fərqlənir. Belə bir qeyd də yazdırmışdıq. Atmosfer bölməsində var. Sizə də təşəkkür edirəm. Əgər yağıntı və buxarlanma arasında fərq azdırsa, demək rütubətli ərazidir. Əgər yağıntı ilə buxarlanma arasında fərq çoxdursa, gənclər, quraq ərazidir. Burada deyir ki, fərq az fərqlənir. Bu düzdür. Əgər çox onda götürərdim. Rütubətli ərazi yadda saxlayın. Yağıntı miqdarı ilə buxarlanma arasında fərq az olur. Sonra deyir, havanın nisbi rütubətliliyi yüksəkdir. Bəli, nisbi rütubət nədir? Məsələn, deyirik, yağış yağma ehtimalı, yəni rütubət çoxdur. Havanın nisbi rütubətliliyi yüksəkdir. Bu da nədir? Bizə aiddir. Bunu da götürməyəcəyik. Daha sonra deyir, fiziki aşınma daha intensiv gedir. Biz bilirik ki, rütubətli ərazidə üzvü aşınma gedər, əsas da kimyəvi aşınma gedər. Fiziki aşınma, dostlar, quraq ərazi gedir. Demək, 5 də götürəcəm. Çöllər və codyarpaqlı həmişəyaşıl meşələr geniş yayılıb. Codyarpaqlı həmişəyaşıl və kollu, belə deyək, Aralıq dənizindədir, subtropikin. Çöl də elə subtropikdə var. Ona görə bu da, yəni yayda quraq olur, qışı rütubətli olur. Yəni il boyu çay şəbəkəsi sıx deyil olur. Demək, bu da səhv. 2, 5, 6. Hansı variantda var? B variantında. Demək, 49-cu sualın doğru cavabı olan B variantı. Bunu da bildiyimizə görə keçirik 50-ci sualın izahından davam eləməyə. Demək, deyir ki, doğru sıraları neynə? Müəyyən et. Baxaq görək. 1. Deyir, Gəncə Daşkəsən iqtisadi rayon. Daşkəsən Şəmkir kartofçuluq. Gəncə Daşkəsən iqtisadi rayonunda kartofçuluq doğrudur. Şəmkir inzibati rayonu isə doğru deyil. Şəmkirdə kartoşka əkini yoxdur, yəni kartofçuluq deyil. Ona görə biri nə edəcəm? Dostlar, doğru deyir də mən də biri götürməyəcəm. Bir səhv. Birləri çıxdaş edirəm. 2-də deyir ki, Şərqi Zəngəzur, Cəbrayıl, Laçın və heyvandarlıq. Bu düzdür. Dağlıq olsun, heyvandarlıq. 2 düzdür. 3-də deyir ki, Mil Muğan, Sabirabad İmişli, Şəkərçundur. Biz bilirik ki, Mil Muğanda ixtisaslaşma üzrə bəli, Şəkərçundur var. Bu da düzdür. 4. Dağlıq Şirvan, Ağsu, Şamaxıdır. Üzümçülük var. Bu da düzdür. Sonra gəldik nə? 5-də nə deyir? Deyir, Şirvan, Salyan, demək, Hacı Qabul Biləsu var. Tütüncü deyil, tütün Şəki Zaqataladadır. Yadda saxlayın. Qazax, Tovuz, Goranboy, Akstafa, belə deyək, Qazax, Tovuz iqtisadi rayonu ümumiyyətlə Goranboy düşmür. Bu buna görə səhvdir. Həm də burada pamsa çıxdış eləsəydi, cavab qalanı 2, 3, 4. Yəni E variantı 50-ci sualın doğru cavabıdır. Bunu təhlilədiyimizə görə keçirik 51-ci sualın izahından davam eləməyə. Demək ki, Şimali Amerika materikinin ucqar nöqtələrini yerləşdirir, ölkə və iqlim qurşaqlarının düzgün verildiyi sıraları müəyyən edin. Şimal Merçsondur və Cənub Marito, Qərb Uels şahzadəsi, şərqdə Saint Charles, düzdürmü? Demək, Merçson və Saint Charles yadda saxlayın. Kanadada yerləşir. Merçsondan Saint Charles. Uels şahzadəsi ABŞ-da yerləşir. Mariota isə Panamada yerləşir. Yadda saxlayın. İndi Merçsonda arktik iqlimdir. Mariota subekvatorialdır. Uelsdə subarktikdir. Saint Charles isə subarktik iqlim qurşağıdır. Onda düzgün sıra nə olacaq? Bayaq dedik. Demək, Mariota dedik Panamada subekvatorial 2 düzdür. Daha sonra Qərbi Uels şahzadəsi idi, ABŞ idi, subarktik düzü idi. Demək, Merçsonda dedik ki, arktik iqlimdir. Amazon hara düşürdü? Kanadaya düşürdü. Bir səhvdir. Biri çıxırıq. 4-də isə Şərqi Saint Charles idi. O, subarktik iqlimi idi. Arktik deyil. Ona görə 4 də səhvdir. Cavab olarına 2, 3, B variantı. 51-i təhlilədiyimizə görə keçirik 52-ci sualın cavabından davam edelim. Demək, 52-də deyir ki, bir nəyin şəhəsi civədir, yadınızda saxlayın. Bir civənin şəhəsidir, 2 qızıldır, 3 də misdir. Lev çay civədir, 1-ə yazacağım A. Qaradağ misdir, 3-ə yazacağım B. Qızılbulaq qızıl yatağıdır, 2-yə C. Şorbulaq civədir, 1-ə D. Vecnəli qızılı 2-yə E. 1-ə A, D, 2-yə C, 3-də B. Doğru cavab C variantı. Azərbaycanın faydalı qazlarına xüsusi fikir verin, həm də dünyaya. Çünki qəbulda bir sual buradan olur.
Sonra gəldik nəyə? 53-cü suala fikir veririk. Deməli, əlçatda deyir ki, doğru sıra müəyyən et. Naxçıvanın orta dağlığı qonur dağ birinci sual daha doğrusu. Qobustan, boz qonur, yovşan. Düzdürmü? Bizə doğru deyir. Demək, baxan kimi görürəm ki, Naxçıvan qonur meşə. Bax, yadınızda saxlayın. Naxçıvanda meşə yoxdur. Ona görə 2 səhvdir. 2-ni çıxacağam. Sonra Şollar düzündə də çəmən meşə landşaftıdır. Amma deyirik ki, Qaraçöhrə deyil. Düzdürmü? Naxçıvanda qonur meşə yoxdur deyə səhv olur. Bura baxanda cədvəldən görünür ki, Şollar düzündə Qaraçöhrə yoxdur deyə. Qonur meşə torpaqları yadda saxlayın. Böyük və Kiçik Qafqaz dağlarındadır qonur meşə. Qaraçöhrə isə əslən Şahdağ Milli Parkındadır. Şamaxı rayonunda yerləşir. Uyğunluq gözlənilirsə Qobustan, boz qonur, yovşan demək olacaq 1. Muğan düzü bozdur, efemerdir 3. Talış dağı, dağ sarıdır, dəmirağası 4. 1, 3, 4. 53-cü sualda doğru cavab olaraq 1, 3, 4. Sonra keçdik demək 54-cü suala. Bir Atlantik okeanının Şimali Amerika sahillərində suyun donma xəttinin Avropa okeanına nisbətən daha cənubdan keçməsinin səbəbi Atlantik okeanının şimal materik sahillərində su səthinin donmasının sərhəddi Avropa ilə müqayisədə gənclər daha cənubdan keçir. Buna səbəb nədir? Çünki qütb hava axınlarının təsirində formalaşan soyuq okean cərəyanlarının, xüsusən də labrador cərəyanının cənuba doğru hərəkət etməsi buna əsas səbəbdir. Bu cərəyanlar özünə soyuq su kütləsi gətirdiyinə görə qış daha soyuq keçməsinə şərait yaradırlar. Bu da suyun donma xəttinin Avropaya nəzərən daha cənubda yerləşməsinə səbəb olur. Demək, soyuq su kütlələrinin şimaldan cənuba doğru hərəkəti biri 5-dir. Qışın daha soyuq keçməsi olar, biri 3 olar. Bir də qütb şəklinin yaratdığı okean cərəyanının təsiri 2, 3, 5, 1 deyil, 4 deyil, 6 deyil. Demək, 54 olduğunda 2, 3, 5. Keçdik nəyə? Demək, 55-ci sualın izahına. Demək, 55-ci sualda nə soruşur bizdən? Deyir ki, xəritə sxemdə iştiqlərlə göstərilən ərazidə xas olan ümumi əlamətlər. Baxaq. Xəritə sxemdə Cənubi Amerikanın şimalı iştiqlənib, dostlar. Yəni Amazon və Orinoco balıqları və Qviana yarasını əhatə edir bu ərazi. Bir də burada Cənub-Şərqi Asiyadır, Zond adaları, İndoneziya. Bu da ekvatorda yerləşir. Bu enliklər üçün rütubətli iqlim. Bu iqlimdə formalaşan zəngin növ bitkiyə malik olan meşə ehtiyatları, yəni meşə ərazilər, aqroiqlim ehtiyatları, o cümlədən fəal temperaturlar cəminin yüksək olması səbəbidir. Burada indi biri də rütubətli iqlim şəraitinə malikdir. Bu düzdür. Doğru deyir məndə. 2. Aqroiqlim ehtiyatı zəifdir. Bu səhvdir. Aqroiqlim yaxşı təyin olunub dedik. 3. Üzvü aləmin növ tərkibi zəngin düzdür. Sonra savanna və seyrək meşələr geniş sahə tutur. Savanna seyrək meşə dediyi ekvatordur. Düzdürmü? Sonra 5-də nə deyir? Boz qonur torpaq. Bu ekvatordursa burada boz qonur olmaz. 5 də səhvdir. Sonra qırmızı sarı federatlar. İl ərzində fəal tema cəmi yüksəkdir. Bu da aid. Demək 1, 3, 6. 55-ci sual doğru cavab olur nə? 1, 3, 6. Sonra keçdik 56. Deyir Azərbaycanın mis yataqlarından 15 ton saf mis əldə etmək üçün neçə ton hasil etmək lazımdır? Hasil nefizin tərkibində metalın payı neçə faiz olsun? 0,5. Bunu həll etmək üçün yadda nəyə saxlayın? Metallar yerin təkindən filiz suxur halında çıxır. Onları saflaşdırmaq, yəni lazım olmayan suxur qarşısında təmizləmək tələb olunur. Saflaşdırma nəticəsində isə təmiz metallar əldə olunur, dostlar. Və təmiz metalın da demək, 56-da mis etanir 15 ton saf mis əldə etmək üçün neçə ton filiz hasil etmək lazımdır? Hasil filizin tərkibində metalın payı 0,5-dir. Demək, biz bilirik ki, qeyd edirik nəyi? Ümumiyyətlə, metallar yerin təkindən çıxır, düzdürmü? Filiz suxurları. Onları saflaşdıranda lazım olan, belə deyim, lazım olan metallar ondan çıxarılır. Yəni suxurlar təmizlənir ki, o saf, təmiz metal alınsın. Təmiz metalın miqdarı təbii ki, onun çıxarılan filizin tərkibinin neçə faiz olmasından asılıdır. Burada 0,5% isə 15 tonum nə qədərdir? 100%-dir. Onda x tonum nə qədər olur? 0,5. Bunu demək necə edirik? 15 tonu 100-ə vururuq. Elə bil ki, 15 böl x bu tondur. Bərabərdir. 0,5 böl 100. Bu şəkildə 15 tonu vururuq 100-ə, bölürük 0,5-ə. Yəni 15-i vurduq nəyə? Demək 100-ə böldük 0,5. Eyni nə qədər? 3000. Demək nə qədər ton lazım idi? 3000 ton lazımdır.
Demək, cavab oldu nə? 56. 3000 ton. Bunu da bildiyimizə görə keçirik 57-ci sualın izahına. Demək, deyir ki, uyğunluğu müəyyən edin bizdə. Bir dəqiqə bunu təmizləyək. Keçək 57-yə. Demək, deyir Atlas dağı və Xyansk dağları. Demək, Atlas dağı bir neçə ölkənin arasında yerləşir. Bilirsiniz ki, Afrikanın şimal-qərbindədir. Biri olar B. Kaledon və Hersin qırışıqlığıdırsa, bu demək heç birinə aid deyil. Niyə? Çünki belə deyək, Atlas dağı Alp qırışıqlığında və Kancar arasındadır. Tian-Şan da qədim olsa belə yenidən qalxma nə olub, məruz qaldığına görə, onda nə olar bizdə? Məsələn, nəyə götürə bilərik? Atlas dağının fosfat yataqları zəngindir və Xyansk isə Çersk dağıdır da, belə deyək. Kimmer və Mezoya aid. Yəni kəskin kontinental iqlimə aid. Onda nə götürərəm? Atlasa götürərəm. Bir neçə ölkənin arasında yerləşir və fosfat ehtiyatı var. Və Xyanskı da götürərəm nə? Kimmer qışını, yəni C. Bir də götürərəm nə? İllik temperaturu daha çoxdur. Onda demək, Kaledon və Hersin qırışığında olan əslində Tian-Şan dağıdır. Ona görə mən heç birini götürməyəcəm. 1-ə B, E, 2-də C, D. Bu da oldu bizdə nə? 57-ci sualın demək həlli. Keçdik nəyə? Situasiya. Sizə təqdim olunan situasiyanı oxu, cavab ver. A və B məntəqələri şimal tropik üzərində və eyni saat qurşağının daxilində yerləşir. Bu məntəqələrin saat qurşağının vaxtı Azərbaycan yerləşir saat qurşağının 9 saat irəlidir. Məntəqənin yerləşdiyi saat qurşağının orta meridianının saat 12-dir. Bu zaman A məntəqəsində yerli vaxt saat 11:40. A-dan şərqdə yerləşən B məntəqəsində 12:00-dur. Bu nəzərdir məntəqənin coğrafi koordinatlarını, günəşin üfüq üzərində vəziyyətini, bir də deyirik nəyi? Demək, kölgənin düşüş istiqaməti və digər xüsusiyyətləri müəyyən etmək olar. Deyir, belə əsasən A və B-nin yerləşdiyi saat qurşağını, onun orta meridianı və saat qurşağının sərhədlərini müəyyən edib yazın. Demək, ilk öncə biz bunu necə yazacağıq? Azərbaycan neçənci saat qurşağıdır? 3-cü saat. Çünki 50 şərq uzunluğu deyə 3-cü saat qurşağıdır. Və deyir ki, 9 saat irəlidirsə, demək bizdən daha şərqdədir. Onda 9-u 15-ə vursam, eləyər nə qədər? 135, düzdürmü? Və yaxud da belə deyək, onda bu nə olur? 9 saat fərq olması üçün demək, daha doğrusu bu 135-dir, düzdürmü? Bakıda 50 olar da, düzdürmü? Nə qədər fərq eləyər? Bu zaman 12 saat qurşaq edir. Baxın, bu 3-cü saat qurşaq. O bizdən 9 saat irəlidir. 9 saat irəlidirsə, bir qurşaqda 15 dərəcədir. Onda mən belə deyək, yəni nəyi 15-ə bölsəm 9 alaram? Bu şəkildə hesablayıram. O zaman demək o Bakıdan irəlidir. Yəni 180-də də irəlidir, demək 180 götürür başlanğıc meridian. Çünki 12 vur 15 nəyə bər? Çünki saat 12-dir. Eləyir nə qədər? Demək 180 dərəcə. Onda 180 isə sərhədləri tapacağam da bunun. Sərhədini tapanda, necə tapırdıq? 180 deyil, orada ondan bir dəfə üstə 7, onda 5 gəlirəm. Bir dəfə də çıxıram, belə deyək. Yenə, yəni qərb alınacaq. Biri alınır nə? 172, onda 5 şərq. Bir də alınır nə qədər? 172, onda 5 qərb. Yəni qərb nəsə 180 limitləri, belə deyək. Bizdə indi cədvəl verərdir. Baxaq görək cədvəl verib bizdə. Cədvəldə bu şəkildə. Məsələn, A və B-nin yerləşdiyi saat qurşağını və bu. A biri 12-ci saat qurşağıdır. Dərəcə o da 180 yazardıq. Və uzunluqları da A və B arasındakı 58-də dediyi kimi olardı nə? 172, onda 5 şərq, 172, onda 5 nə? Qərb. Sonra gəldik nəyə? 59-a. Burada da yazardıq. Birinci yazaram nə? Birinci qurşaq 12-ci saat qurşağıdır. İkinci isə 180-dir. Burada yazaram 172, onda 5 şərq uzunluğu. 172, onda 5 qərb uzunluğu. Sonra deyir ki, A məntəqəsinin coğrafi koordinatlarını və nəyi tap? Onun günəşin zenitdə olduğu gün ekvator şərqə dönən kölgəsinin düşdüyü istiqamətlərdir. Müəyyən et, yaz. Aha, müəyyən etsək necə müəyyən edərik? Ümumiyyətlə bizə demişdi ki, bayaq saat neçədir? 12-dir, düzdürmü? Birini də 11:40. Yəni 12:00-dan 11:40 çıxanda qalır nə qədər bizdə? 20 dəqiqə. 20 dəqiqəni də 4-ə böləndə eləyir nə qədər? 5 dərəcə, düzdürmü? Demək 5 dərəcə və A qurşağının orta meridianından deyir 5 qərbdə, B-dən isə şərqdədir. Yəni 180-dən çıxaram 5, eləyər 175, çünki 180 limit. 180-dən elə bir ki, yenə neyniyərəm? Elə bir şərqli qərbli. Yenə olardı nə? 175 qərb. Biri qərbli, biri isə şərqi göstərər. Düzdürmü?
Daha sonra enliyidir. Coğrafi enliyi isə nə olacaq? Burada bizə vermişdi. Deyirdi ki, demək, günəşin zenitdə olduğu, demək 23.5-dir, değil mi? Və şimal tropik üzərindədir, baxın. Demək, onda enliyim nəymiş? Şimal tropiki, yəni 23.5 şimal enliymiş. Onda mən nə yazaram birinci cədvələ? Yazaram ki, demək, bir dəqiqə bunu təmizləyim. Məsələn, nə yaza bilərəm? Yaza bilərəm ki, coğrafi koordinat olaraq, demək, 23.5 şimal enliyi, hər ikisi eyni enlikdəydi. Və A nöqtəsi, B də 23.5 şimal enliyidir, B nöqtəsi. Və uzunluq olaraq da 175 şərq, 175 qərb uzunluğu götürürəm. Və mənə nə soruşurdu? 22 iyun tarixində orada günəş zeniti, düzdürmü? Ekvator xətti bu enlikdən cənubda yerləşir. Onda səhər günəş çıxarkən ekvatordakı şarqlı dirəyin kölgəsi cənub-qərbə düşər. Belə deyək. Sonra deyə bilərik günorta vaxtı kölgə cənuba düşər. Axşamüstü gün hara düşər? Deyə düşər hara? Cənub-qərb. Onda 1-ə yazaram ki, nə? Səhərdir. Düzdürmü? Səhər. Yazaram nə? Cənub-qərb. Sonra ikinci hissəyə yazaram günorta. Günorta hara düşər dedik? Cənuba düşür. Aşağı günorta, cənub. Üçüncü də olardı nə? Axşamüstü, cənub-şərq. Axşamüstü, cənub-şərq. Keçdik 60-cı suala. 60-da deyir ki, anambiya saat qurşan orta meridian kəsdiyi okeanları, bu məntəqələr eyni saat qurşanda yaşayan ölkələri və A məntəqəsində günəşin zenitdə olan anda Bakıda yerli vaxtı müəyyən edib cədvəldə yazın. Belə oxuyanda uzun gəlir, amma əslində çox asandır bu da. Necə yazacağıq? Demək. Ümumiyyətlə bu anambenin kəsdiyi, belə deyək, saat qurşağı olaraq hansı okeanlardan keçdi? Şimal buzludan, düzdürmü? Şimal buzlu, bayaqki enliyə əsasən. Şimal buzlu, sonra sakit, sonra olar nə? Cənub okeanı. Daha sonra deyir ki, anambe eyni saat qurşağında yerləşən ölkələr. Məsələn, Rusiyanı yaza bilərəm. Belə deyək, Rusiya olar. Rusiya. Sonra məsələn yaza bilərəm Yeni Zelandiya. Yeni Zelandiya. Sonra yaza bilərəm Tongo, Samoa, Vanuatu və s. A məntəqəsində günəşin zenitdə olduğu anda Bakıda yerli vaxt neçə olur, düzdürmü? Zenitdirsə nə qədərdir? Saat 12-də, düzdürmü? Və bu zaman fərqi tapanda necə tapacağıq? İlk Bakı 50 şərqdir. Uzunluq fərqi nə qədərdir? 175, 175. Elə nədir? 125. Bakı ilə arasında. Çünki 175-dir, Bakı da 50-dir. Bayaq tapdıq. Elədir 125 dərəcə. 125-də saatı çevirəndə 15-ə bölsəm, eləyir nə qədər? 8 dəfə 120, 5 də qalıb. 5-i 4 desəm 20 dəqiqə. 8 saat 20 dəqiqə vaxt fərqi var. Və o saat əgər 12:00-dursa və 8:20 nədir? Çünki həmin məntəqədə günəş zenitdədir, düzdürmü? Günorta vaxt. Və 8 saat 20 dəqiqədə fərq varsa, bunu 60-a çevirsən, bu eləyər 40, bu da 11-dir. 11-dən də 8, 3, 40. Demək, saat dolduğunda 3, 40. Maraqlı situasiyaydı. Nəsə qaranlıq qalıbsa, deyərsiniz, qeyd eləyərik. Bununla da 2024-cü ilin qəbul sınavının ətraflı izahından tanış olduq. Əminəm ki, sizə faydası olacaq. Çalışın, diqqətlə baxın ki, hər sualdan yeni bir şeylər öyrənirsiniz və öyrənici daha da yaxşı tətbiq edirsiniz. Bugünlük deyəcəyim bu qədər. İnşallah növbəti dərs izahları videosunda görüşənədək qeydlər aparmağı, suallara diqqətlə qulaq asmağı unutmayın. Özünüzə yaxşı baxın. Hələlik, sağ olun.